Sualımız keçirir. Proseduru yazan şəxsin texniki prosesləri bilməməsi hansı risklərə gətirib çıxarda bilər? Bu da çox maraqlı sualdır. Arıza bəyəxşi ilə əlaqəli bir şeydir. Əslində texniki prosesləri səthəm əməkdaşı bilməsi onun üstünlüyüdür. Və prosedur yazırsa bu adam, mütləqdir ki, bu texniki prosesləri, texniki avadanlıqları, qurğuları, yerindəki təhlükələri, riskləri bilsin. Və yaxud da bilmirsə, bayaq dediyim kimi, texniki şöbənin əməkdaşları ilə, əməliyyat komandalarından bir yerdə yazsın. Əks halda bu baş tutmasa, yəni səthəm özü öz başına bir prosedur yazsa, hansısa bir prosesi avadanlığa dair, orada mütləqdir ki, bir boşluq olacaq. Həmən bu boşluqlarda sizin sualınızın cavabı olaraq bildirim, gətirib çıxardacaq icra olunmayan, belə deyək, prosedura, gətirib çıxardacaq hər hansısa bir, Allah göstərməsin, bəd hadisələrə, negativ bir işləmlərə və yaxud da ki, işçilər tərəfindən prosedurun ciddi qəbul olunmamasına, yəni işçilərin mindsetində belə deyək də, bu prosedura ciddi baxılmayacaq. Yəni, negativ təsirləri bunlar olur.